Gençler salam. Yeni izah videosuna karşınızdayım. Bugün integral, iptidai funksiya və integrala baxacağıq. Hardasa bundan sonra iki izahda yerləşdirib ondan sonra yəqin ki kursu bağlayacağım. Artıq buraxışa qədər məsələn keçib təkrar eləmək istəsəniz videolara baxıb eləyə bilərsiniz və yaxud da hansısa mövzuda boşluğunuz falan varsa şey eləyə bilərsiniz. Davamlı mənə yorumlar gəlir ki, bəs sınav izahları paylaş, buraxılış sual izahları falan paylaş. Hələ ki planlayıram. Bu izah videolarından sonra yəqin ki bir müddət kanala video paylaşmayacağım. Artıq ayın axırına yaxın yəqin ki imtahan təkrarı 1, imtahan təkrarı 2 hissədən ibarət 2 dənə video paylaşacağım. Orada artıq riyaziyyatdan keçdiyimiz mövzulara baxacağıq. Onları sual-cavab falan edəcəyik. Buraxılış sınavlarına və onların üzərində yəni izahlara baxacağıq. Kater məsələlərinin izahı qəşəng bəyənilmişdi. Uşaqlar deyir ki, yəni necə deyim, izah olaraq qəşəng versən. Çalışacağım digər izahlarda paylaşım, sizlərə dəstək verim, faydalı verim. Amma bir şey var ki, videoların izlənmə sürəsi izlənmə vaxtı aşağıdır. O baxımdan da dəstək versəz, erişim saatı yuxarı olsa çox sevinərəm. Uzatmaq istəmirəm, iptidai funksiya integral haqqında danışırıq. Bir şeyi çatdırım ki, əgər integralı öyrənmək istəyiriksə, törəməni yaxşı bilmək lazımdır. Və əgər integralı məsələn törəməni yaxşı bilmirsə, integralda çətinlik çəkəsiz. Çünki integralla törəmə bir-birinə tərsdir, əksdir ki, burada ətraflı izah edəcəm nədir. İntegrala keçməmişdən əvvəl biz iptidai funksiyanı bilməliyik. Tərif olaraq biz iptidai funksiya deyirik ki, verilən aralıqda istənilən x-lər üçün f üstü 1x bərabərdir. Fx olarsa, onda fx-ə fx-in iptidai funksiyası deyilir. Yəni, bu üstü xətt bizim bildiyimiz törəmədir. Deyir, məsələn ki, fx bərabərdir sinus x olarsa, onda fx kosinus x funksiyasının fx bərabərdir x üstü 5 isə fx bərabərdir 5x üstü 4 funksiyasının iptidai funksiyasıdır. Yəni, normal qaydada biz bu böyük f-dən törəmə alanda bizə kiçik f verir ki, bunlar bir-birinə nə olur? İptidai funksiya olur. Fx'in iptidai funksiyasının ümumi şəkli böyük fx üstə gəlsin c bərabərdir. Yəni c burada sabit olur, kimidir. Misallarda bu s-nin yerinə qiymət qoymuruq. Ümumi şəkil olduğu üçün məsələn funksiyanı yazırıq. Funksiyanın sonunda da bir dənə plus c olur. Bu variantlarda sizə hazır şəkildə verilir. Deyir, məsələn, fx kosinus x funksiyasının iptidai funksiyasının ümumi şəklini tapın. Haqqında danışacağıq ətraflı. Fx bərabərdir sinus x üstə gəlsin c şəklində bizim ümumi şəklimiz olacaq. Artıq qeyri-müəyyən integraldan danışırıqsa, tərif olaraq deyirik ki, fx funksiyasının bütün iptidai funksiyaları çoxluğuna fx funksiyasının qeyri-müəyyən integralı deyilir. Yəni, integralın işarəsi bu şəkildə işarə olunur. İntegralda fx dx bərabərdir, böyük fx üstə gəlsin c-yə. Bir şey deyim ki, bu bərabərdən sonraki funksiyadan törəmə alanda bizə integralın daxilində ifadəni verəcək. Ona görə törəməni bilmək sizin üçün önəmlidir. Burada biz fx-ə integral 6 funksiya deyirik. Fx dx integral 6 ifadə, bir də x-ə integrallama dəyişəni deyirik. Yəni, eyni qaydada törəmədə falan olduğu kimi burada da bəzi qaydalarımız var. Birinci qaydada integralın daxilində bizə 2 dənə funksiya verirsə, onların cəmi fərqini desə, biz onları ayrı-ayrı integralların cəmi fərqi ilə hesablaya bilirik. Amma məsələn, normalda cəm eyni mötərizə verilən hədd çətinlik çəkirsə, ayrı-ayrı integrallarla tapıb onları toplayıb çıxmaq, yəni o hüquqa sahibik. Sabit verilərsə, integralın daxilində bir sabit verilərsə və funksiyaya vurularsa, biz bu sabitin integralını tapmırıq. Sabiti integraldan kənara çıxarırıq və normal qaydada integrala hesablayırıq. Burada digər tərəfdən f kx plus b dx var. Onda bizim integralımız burada k-da bir f kx plus 5 şəklində plus c də olur. Səni unutmayaq. Daha sonra burada aşağıda bir şey toxunum ki, diferensiyallama biz bilirik ki, nə idi? Törəməni tapmaq idi. Diferensiyallama ilə integrallama qarşılıqlı tərs əməlləridir. Yuxarıda da bu haqda dedim. Buna görə də burada 4, 5, 6-cı, yəni 4, 5, 6-cı sətirlər bununla bağlıdır. Məsələn, burada deyir ki, integral verilib, törəmə deyir. Törəmə ilə integral gedir və bizdə elə funksiyanın özü qalır. Qarşınıza çıxa bilər. Yenə D hərfi də törəməni tapmaq deməkdir, diferensiyalamaq deməkdir. D ilə integral gedir, fx dx qalır bizdə. 6-cı sətirdə də yenə D-ni daxildə verib, bunlar gedir, fx üstə gəlsin, c qalır. Yəni, bunu bilin ki, D varsa, nə bilim, iştiq varsa, bu törəməni tapma deməkdir və törəmə ilə integral bir-birinə əks əməllərdir. Burada qeyd var, bu çox qarşınıza çıxmaz, ona görə buna toxunmayacağım. Düsturlarımız var, ən əsası törəmədə olduğu kimi burada da düsturlardır. Düsturları bilmək lazımdır.
Birinci düsturumuz, yəni dx-in qabağında bildiyimiz kimi heç nə yoxdursa, yəni bu 1 deməkdir. 1-in inteqralı x plus c deməkdir və mən yuxarıda qeyd elədim ki, bərabərdən sonraki funksiyanın, ifadənin törəməsindən taparsaq, integral 6 ifadədə, yəni 10-a bərabərdir. Məsələn, x-in törəməsi biz bilirik ki, nəyə bərabərdir? 1-ə bərabərdir. Törəmə dərsində bunu keçmişdik. X-in törəməsi 1-ə bərabərdir. Ona görə də integral 6 ifadədə 1 qeyd olunub. K vurulsun dx verilib. K burada sabitdir, K-ya baxmırıq. Bunun törəməsi kx plus c-dir. K-nı məsələn bir sabit kimi mən çölə çıxarsam, x olacaq. Yəni burada integral, yenə x-dən mən törəmə tapsam, integralın altındakı ifadəmi bizə verəcək. Yine qayda x üstəyin integral, yəni qiyməti ifadəsi x üstəyin plus 1 bölünsün n plus 1 üstə gəlsin c-yə bərabərdir. 4-də də x-də 1 veribsə integral altında biz bildik ki, bu nədir? ln x-dir, modul x-dir. ln x-in törəməsi biz bilirik ki, 1 bölü x-ə bərabərdir. Ona görə də integral altı ifadədə biz bu şəkildə yazırıq. Y üstü x-in törəməsi özünə bərabər olduğuna görə burada yine integral da özünə bərabərdir. A üstü x-in integralı a üstü x bölünsün ln a-ya bərabərdir. Plus c-dir. Yəni a üstü x-in biz integralın, üzr istəyirəm, törəməsini tapsaq, demişdik ki, a üstü x-in törəməsi nədir? A üstü x özü vurulsun bir də nəyə? ln a-ya bərabərdir. ln a-lar gedəcək, integral altı ifadədə bir dənə a üstü x qalacaq. Yine burada sinusla bağlı düsturlarımız var. Sinus x dx bərabərdir mənfi cosinus x plus c-yə. Cosinus x dx bərabərdir sinus x üstə gəlsin c-yə. Tangens x dx mənfi ln cosinus x plus c-yə bərabərdir. Kotangens dx ln sinus x plus c-yə bərabərdir. 13-cü qaydada yenə cosinus kvadratı 1-də dx bərabərdir tangens x plus c-yə. 14-də də sinus kvadratı x-də 1 dx bərabərdir mənfi kotangens x plus c-yə. Bu mühüm düsturlardır. Yəni bu düsturları biləndən sonra integral çətin deyil. Bir də mürəkkəb tip məsələlər, misallar üçün bizə 2 dənə həll üsulu verir. Əvəzləmə üsulu ilə aşağıda hissələrə görə integrallama üsulu verilir. Biz hissələrə görə integrallama üsulunda hazır düstur var, ondan istifadə edəcəyik. Amma əvəzləmə üsulunda ümumiyyətlə riyaziyyatın çox hissəsində biz əvəzləmə üsulundan istifadə edirik. Yəni burada da o üsulu tətbiq misalları tətbiq edəcəyik. Deyir ki, nə vaxt istifadə olunur? Mürəkkəb funksiyalar üçün, xüsusilə daxili funksiya və onun türəməsi varsa. Addım olaraq bizə deyir ki, bir dənə u daxili funksiyası seçirik, sonra du dx tapırıq və s. və s. Bunu misalın üstündə daha yaxşı başlayacağız. Məsələn, burada nümunə verilib, deyir ki, 2x integralın altında 2x vurulsun y üstü x kvadrat dx ifadəsini tapın. Yəni bunu asan tapmaq üçün biz əvəzləmə üsulundan istifadə edirik. Bunu mən x kvadratı seçirəm. Du-nu da 2x dx olaraq seçirik. Bunu x kvadratın u seçdiyimə görə burada qeyd olunub y üstü u, yəni y üstü u, e hərfi u, burada bir dənə integral. Təzədən du-nu da 2x dx seçmişdim. Baxın 2x buradadır, dx buradadır. Heç bir fərqi yoxdur onun. Burada bir dənə du yazıram. Yəni integralın ifadənin qiyməti nə olur? Y üstü u üstə gəlsin c-yə. Bunun da yerine x kvadratı yazmışdım. Burada bir dənə x kvadratı qoyuram. Yəni gördüyünüz kimi cavabımız çıxır. Həmən sən cavabın doğruluğunu yoxlamaq istəyirsiniz. Gəlin bu y üstü x kvadratından türəmə tapaq. Biz bildik ki, mürəkkəb funksiyanın türəməsini tapmaq üçün ifadənin, yəni üstü mürəkkəb funksiya deyək də biz buna. Y üstü x kvadratın türəməsini tapanda özünün türəməsini tapırıq, yazırıq. Bildik ki, y-nin türəməsi özünə bərabərdir. Yəni qüvvətində nə olursa olsun özünə bərabərdir. Amma burada bir dənə x kvadrat da var. X kvadratının da türəməsi bildik ki, nəyə bərabərdir? 2x-ə bərabərdir. 2x vurulsun y üstü x kvadratı. Yəni integralın daxilində ifadəni bizə verdi. Deməli gördüyünüz kimi doğrudur. Yəni sizə asan, yəni asan həll elətdirəcək necə deyim şey seçirsiniz, dəyişənlər seçirsiniz, onları əvəz edib daha sonra tətbiq edirsiniz. Hissələrə görə integrallamada da yenə bizdə hazır düstur var. U dv bərabərdir integralda uv çıxılsın integralda v du. Öncədən biz burada u və v-ni seçməliyik. Deyir ki, nə vaxt istifadə olunur? İki funksiyanın hasili olduqda. Bir də burada qayda var. Pols qaydası var. Polinom, loqaritm, trigonometri, bir də eksponensial. Yəni bunlar bu ardıcıllıqla daha çox tətbiq olunur. İndi məsələn burada misal verilib. Deyir x, y üstü x dx şeylə. Mən burada birinci x gəldiyinə görə u-nu x-la əvəz edirəm sıra ilə. dv-nin yerinə y üstü x dx seçirəm. d bərabərdir dx. O da bərabərdir y üstü x-ə. İndi gətirib burada yerinə qoysaq, x vurulsun y üstü x, yəni yuxarıdakı düsturda daha doğrusu yerinə qoysaq, x vurulsun y üstü x, çıxılsın y üstü x plus c-ni biz almış olacağıq. Ki bu üsulları bilmək mütləq lazımdır. İndi bunların misalların üstündə daha yaxşı başa düşəsiniz, daha yaxşı izah edəcəm sizlərə.
Daha sonra burada müəyyən integral var. Qeyri-müəyyən integral, yəni adından da göründüyü kimi qeyri-müəyyəndir. Biz burada hazır düsturlardan istifadə edirik. Amma müəyyən integralda artıq bizə sərhədlər veriləcək. Amma düsturlardan yenə də istifadə edəcəyik. Sadəcə sonda integralları tapandan sonra, müəyyən edəndən sonra yerinə sərhədləri qoyub tapacağıq. Nə demək istədiyimi yaxşı başa düşərsiniz. Baxın, qeyd olunub. Tərif olaraq deyirik ki, AB, yəni bu şəkildə olan ifadəsi müəyyən integral adlanır. Burada A integralın aşağı sərhəddidir. Gördüyünüz kimi aşağıda dayanıb. B integralın yuxarı sərhəddidir. B yuxarıda dayanıb. Ki Newton-Leibniz düsturu var burada. Fx ilə x-i tapmaq üçün biz fx sərhədləri yazırıq. Fb-dən f-anı çıxırıq. Amma integralı tapandan sonra o sərhədləri yerinə qoyub qiymətləri çıxırıq. Məsələn, deyir ki, cosinus x dx. Biz cosinus x-in integralını tapsaq, yuxarıda deyir ki, sinus x-dir. Sərhədimiz pi bölü 6 0 verilib. Birinci hansını çıxırıq? Yuxarı sərhəddən aşağı sərhəddən. Yəni sinus pi bölü 6-dan sinus 0 çıxırıq. Cavabımız nə olur? 2 olur. Çünki sinus 0 da 0-a bərabərdir. Pi bölü 6-da da 2-də 1-ə bərabərdir. Yəni 30 deməkdir. Sinus 30-da da 2-də 1-dir. Cavabımız oldu 2-də 1. Yenə burada xüsusi hallarımız var. Xassəsi olaraq deyirik ki, müəyyən integralda sərhədlərimiz A-dan A-ya olanda qiymətimiz 0-a bərabər olur. A-dan B-yə olanda biz sərhədin yerini dəyişiriksə qarşıya bir dənə mənfi atmalıyıq mütləq. Burada qeyd olunub. Digər tərəfdən loqaritmdə də var idi. Bu S daxil edib bunu A-da S-yə, A-dan S sərhədinə qədər fx ilə x üstə gəlsin S-dən B sərhədinə qədər fx ilə x şəklində göstərə bilirik. Bir də burada ən sondakı ikinci qayda, topluda qarşınıza bir minimum çıxar çıxmaz, amma güvəndə var. Güvəndə bu ilə qarşılaşa bilərsiniz. Deyir ki, fx əgər tək funksiyadırsa, mənfi A-dan sərhəddə inteqralın qiyməti 0 olur. Əgər cüt funksiyadırsa, mənfi A-dan A-ya qədər sərhəd fx dx 2 0-dan A-ya fx dx-ə bərabər olur. Misal olaraq verilə bilər, sərhədi verər, mənfi 4-dən 4-ə verir, deyər ki, tək funksiyadır, inteqralın qiymətini hesablayın. Yəni, bilərsiniz ki, qiyməti nədir? 0-a bərabərdir. Və yaxud da əksinə o cüt funksiya üçündə olarsa. Bir də burada sonda əyri-xətli trapesiyanın sayısı var. Biz müəyyən inteqraldan istifadə edərək fiqurların sayısını tapa bilirik ki, S bərabər gördüyünüz kimi qeyd olunub, müəyyən inteqralla verilib. Bunları toxumayacağım, bunlar qarşınıza çox da çıxmaz. Amma yenə də siz istəsəniz videonu saxlayıb göz gəzdirərsiniz. Burada qeyd olunub, məsələn, bu fiqurun sərhədləri A ilə B-dir. AB sərhədi verildiyinə görə biz onun sahəsini müəyyən inteqraldan tapa bilərik. Daha məsələn, sual qarşımıza çıxanda çaş-baş qalmayaq ki, mən bunu necə əldə edəcəm, hansı üsulla falan filan. Avtomatik olaraq müəyyən inteqralı bura necə deyim, tətbiq edərək biz bu sualın cavabını, qiymətini tapa bilərik. Dərs 27-də çox üzrlər olacaq. Yormaq istəmirəm sizi. Dərs 27-də görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.